Binə qəsəbəsi mərkəzə yaxın ərazidə Ay Market deyirlər bunun üzbəüz küçədədir. Asfaltdan bir 50 metr hardasa aralıdır. 2 sotdan da artıq həyətyanı ərazisi olan 3 otaq şəxsi tikili ev. Evimizin sanitar sanuzel ayrı-ayrı həyətindədir. Burada uvanik kimi krantı nəzərdə tutublar. Sol tərəfi mətbəxdir. Mətbəx nəzərdə tutublar. Aça bildiniz müəllim? Baxın, bu mətbəximizdir. Mətbəx nəzərdə tutub. Bir dənə də bura belə bir şey salıblar. Bu da evin böyrünə keçid yeridir. Arxaya da keçid var buradan. İndi evin daxili interyeri ilə sizi tanış edirəm. Yerdən 4 daş arsa kürsülüdür. Bura girdim belə zal. Ev geniş evdir. Sadəcə təmirə ehtiyacı var. Yəni bir fikrinizdə tutun ki, bir 10.000 həyət qarışıq hamısı bir yerdə 10.000 təmirə ehtiyacı var. Belə bir evdir. Pəncərə yəni öz həyətinə baxır. Qiymət start qiymət 53.500. Qazı da var, işığı da. Buralarda su quyu suyudur. Yəni alan adam quyu qazdırmalıdır.